Deyilir ki, xanım Xədicə nəinki həyat yoldaşı, Peyğəmbərin ən sadiq dostuydu. Nəinki həyat yoldaşı idi, nəinki malını məsələn İslam üçün xərc eləyərdi. Hər bir çətinlikdə Həzrət Rəsulullahın yanında olmuşdu. O səbəbdəndir ki, bugünkü gün ki var ki, Həzrət xanım Xədicənin vəfat günüdür. Ümumiyyətcə o il ki var idi, xanım Xədicə dünyasını dəyişir. Tarixdə ona hüzn ili deyirlər. Niyə? Çünki həmin ildə həm Peyğəmbərimizin əziz əmisi Əbu Talib əleyhissalam dünyasını dəyişir, eləcə də əziz xanımı. Baxın, Peyğəmbərimiz xanım Xədicə ilə izdivacda olduğu müddətdə heç bir xanımla izdivac olmur. Yəni həqiqətən Peyğəmbər sallallahu Həzrət xanım Xədicəyə böyük bir eşqlə bağlı idi ki, Həzrət Xədicə yalnız Peyğəmbərimizin sevimli həyat yoldaşı yox, eləcə də bütün bəşəriyyətin sevimli, istəkli bir möminlərin anası deyərlər Həzrət xanım Xədicəyə ki, möminlərin anası kimi sayılardı. Çünki Peyğəmbər zövcəsi idi, Peyğəmbərin seçilmiş xanımı idi, xanımlar xanımı idi. Çünki o şəxslər ki, bizlər onları özümüzə nümunə götürürük. Məsələn, başda zamanənin imamı, İmam Zaman ağa. O özü kimi özünə örnək götürür Həzrəti xanım Xədicəni, Həzrəti Zəhra salamullahi əleyha.